Salam əzizlərim, vloguma xoş gəldiniz. Bugün 7-ci gündür, yəni evdəyəm. Əslində evdə deyiləm, amma nəysə. Uzun müddətdir tərəvəzli bir səhər yeməyi yemirdim. Yəni universitet olmasa mən belə boşqablar hazırlayaram özümə, amma universitetə getdiyim üçün səhər heç nə yemədən evdən çıxıram, yalnızca kofe içirəm. Universitetdə də hər tələbə kimi bulka alıb yeyirəm, amma bu səhər yeməyinin yerini vermir. Təbii ki, gecikirəm. Biz geç kalacağız. Mənə deyilmişdi ki, 12-də hazır ol. 8-dən oyanmağıma baxmayaraq 12-nin yarısı başladım hazırlaşmağa. İndi də hamada vurmağı unutmuşam. Bir dəqiqə indi vurarıq. Ən sevdiyim lip kombomu eləyirəm burada. Doğrudan da mənim tünd qırmızı rəngdən və glossdan çox xoşum gəlir. Daha sonra saçımı düzləşdiririk birlikdə. Bu feni yeni almışam. Çox keyfiyyətli çıxdı, çünki sadəcə bir düzləşdirmədə belə saçı düzləşdirir. Bir də ki, hər saçın materialına uyğunlaşacaq IQ-su var imiş. Saçımı ütülədim, amma darağım evdə qalıb. Mən nazik daraq daşıyıram hər yeri. Bu nədir? Nəysə də başa düşdünüz. Artıq çolkam buradandır gördüyünüz kimi. Mən çolka istəmirəm. Buradan falan da əslində artıq uzadıram. Məncə alnımın açıq olması mənə daha çox yaraşır. Sizə bir mənzərə göstərim. Orada sırğalarımı gətirmişdim, yadımdan çıxıblar, sumkamdan tapdım. Məndə belə bir xasiyyət var ki, bir şey alanda, bunu keçən ay almışam da, nə qədər sırğam olursa olsun, indi mən neçə ay bunu taxacam da. Təzə aldığım şeyi hər gün taxmasam, ürəyim partlayır. Bütün əvvəlki əşyalarımı unuduram, ancaq onu taxıram da. Yəni, hər videomda bunu görə bilərsiniz ona görə. Biləsiniz də, bir dəqiqə, soldur. Eyni şeydir aslında. Sağı solu yoxdur. Nəysə, indi kombinim tamamlandı. Burada anamla bir kahve molası verdik, amma heç bəyənmədim. Mən Türk kofesini heç sevmirəm. Mənə görə dadı çox acıdır. Mən mak kofe içirəm və yeməyə gəldik. Çox acıydıq. İkimiz də moldakı əjdaha dönərin pizzalarını çox sevirik də. Yəni bura əla yerdir məncə. Sonra biraz molda mağaza gəzdik. Düzü istədiyimiz şeyi tapmadıq. Acığımdan laynerimi əlimlə ovalayıb sildim. Mən sevmədim. Heç sevmirəm bu küləyi. Anam üçün çıxmışdıq paltar almağa. Mənim üçün alıb qayıtdıq. Hər səfərində bu şeyi yaşayırıq da biz. Ya da anam özünə alır, sonra onu verir, mən də onu geyinirəm. Biz zaten paltarları birlikdə işlədirik. İzlədiyiniz üçün təşəkkürlər.